Salam uşaqlar və valideynlər. Bu günləri mən istəyirəm ki, ikinci yarım il 4-cü sinifin 1-ci KSG-si, yəni 5-ci KSG riyaziyyatdan çəkmək istəyirəm. Bunun izahını vermək istəyirəm. Və bilirsiniz ki, 1-ci yarım ilin ilk mövzusu 4-cü sinifdə kəsirləri idi. Onluq kəsirlərin toplanması, çıxılması, onlar üzərində müqayisələr idi. Elə KSG-miz də onlardandır və vaxt itirmədən gəlin başlayaq. 12 kəsirləri ixtisar edin. Birinci şərtimiz belədir. Deməli, biz nə edəcəyik? 16-da 12-ni ixtisar eləyən zaman bizdən ixtisar istəyir və biz çalışacaq, baxacaq, görəcək ki, burada ən çox, ən böyük hansına bölünə bilər. Əslində müəyyən ixtisarı yazmaq olar bura. Çünki biz əvvəl keçmişdik ki, ixtisar eləyirik ta ki, ixtisar olunmayan kəsir alınana qədər. Amma bu dəfə isə biz çalışacaq elə ixtisar eləyək ki, artıq özündən sonra başqa ixtisar olunan kəsir qalmasın. Məsələn, 12 ilə 6 ikisi də eyni zamanda nəyə bölünür? 4-ə bölünür. Burada bölmə 4 işarəsi qoyuruq. Deməli, 12-ni 4-ə böləndə 3, 16-nı 4-ə böləndə 4. Və bu 4-də 3 kəsiri artıq ixtisar olunmayan kəsir olur. Bax, bu cür formada ixtisar eləmək lazımdır. 15 ilə 25 ikisi də 5-ə ixtisar olur. 15-i 5-ə böləndə 3, 25-i 5-ə böləndə isə 5. 5-də 3 kəsir də ixtisar olunmayan kəsirdir. 8-də 6 isə gördüyünüz kimi ancaq 2-yə bölünə bilir. İkisi də eyni zamanda 6-nı 2-yə böləndə 3, 8-i 2-yə böləndə 4. Burada isə uşaqlar gördüyünüz kimi bizi çaşdırmaq üçün məxrəci böyük, surəti isə kiçik verib. Bu zaman biz nə edirik? Surətimiz 2-dirsə, təbii ki, biz 2-dən yuxarı artıq başqa bir ədədə bölə bilmərik. Ona görə də 2-ni 2-yə böləndə 1, yəni 2-yə bölünür. 36-nı da 2 elədi, 18-də 1. Burada isə hər ikisi 9-a bölünür. 18-i 9-a 2, 45-i 9-a 5. 5-də 2 kəsiri. Keçirik ikinci tapşırığımıza. Deyir, hansı kəsir daha böyükdür? Baxırıq, bunların hər biri 0 tamdır. Burada yalnız 1 tamın olan bu var. Tamı böyük olduğuna görə bunu götürürük. Kəsirləri müqayisə edin deyir. Kəsirlərin müqayisəsində baxırıq, burada surətlər də bərabərdir, məxrəclər də bərabərdir. Təbii ki, bu bərabər kəsirdir. Burada isə birinin tamı 1-dir, birində isə 2. Təbii ki, biz kəsirə fikir vermədən tamı böyük olan kəsiri, böyük kəsir qarışıq ədədi götürürük. Burada isə baxırıq ki, surətlər eynidir, məxrəclərə fikir veririk. Burada hansı qayda idi? Surətlər əgər eyni olardısa, məxrəclərdən hansı kiçik idisə, o kəsir böyük kəsirdir. Burada da 5 kiçik olduğuna görə bu kəsir böyükdür. Burada da eyni qaydadır, surətlər eynidir, məxrəclərdə isə 17 kiçikdir deyə 17-də də 4 böyük kəsir olur. Burada isə məxrəclərin eyni olduğu qaydadır, burada isə surəti böyük olanı böyük götürürük. 4-cü tapşırıqda bizə deyir ki, sözdə yazılmış kəsirləri adi kəsirlərlə ifadə edin. Burada bizə verib adi sözlərlə onluq kəsir istəmir. Diqqət yetirin, adi kəsir istəyir. Ona görə də 10-da 1, 7-də 3, 1/6-da 3. Davam eləyək. 5-də 3, 2/4. Davam edirik. 5-ci tapşırıqda bizə deyir ki, neynə? Artan sıra ilə düz. Mən fikir verirəm burada tamlara. Elə 1/3 böyükdür. Daha doğrusu ən kiçiyi budur ki, bundan sonra davam edirik böyüyə. Sonra tamlarına fikir verirəm. 2 tam böyüdür. 2 tam %43. 3 tam 10/4. 7 tam %98 ardıcıllığına gedir. İkinciyə baxıram. Tamların içərisində ən kiçiyi 4 tam olandır. Yazıram 4 tam %65. Sonra 7 tam 10/6. Sonra 8 tam 10/7. Tamlarına görə artan sıra ilə düzürəm. Sonda isə 23 tam 10/1-i yazıram. Burada isə baxıram, görürəm. Burada bir dənə mənə çaşdırmaq üçün 76-nı verib qalan hamısı ardıcıllığına 5 tam 10/6. 6 tam 10/7, 8 tam %99, 76 tam 10/1.
İndi davam edirik. 6-cı tapşırıqda bizə kəsirləri verib onluq kəsir formasında tam hissəsini soruşur, kəsir hissəsini və adi kəsirlə ifadə. Tam hissəsi vergüldən sol tərəf, kəsir hissəsi vergüldən sağ tərəfdir. Məsələn, 12,98-in tam hissəsi 12-dir, kəsir hissəsi 98-dir. Adi kəsirlə ifadə edən zaman qarışıq ədəd olur. 12 tam %98. 43 tam %57-nin tam hissəsi 43, kəsir hissəsi 57, adi kəsirlə ifadə edən zaman isə 43 tam %57. 4 tam onda 5-in tam hissəsi 4, kəsir hissəsi 5, adi kəsirlə ifadəsi isə 4 tam onda 5 kimi ifadə edirik. İndi davam edirik. Görək, burada başqa nə tapşırıqlarımız var. Verilən ədədlər arasında yerləşən 5 onluq kəsir yazın. 3,4 ilə 3,5 arasında mən bunları qaydaya uyğun olaraq bundan əvvəlki videolarımda da izah eləmişdim. 3,40 istədiyimiz qədər müqayisə eləyəndə 0 artırmaqla və yaxud da sıfırları azaltmaqla müqayisə eləyə bilirik. Ona görə də bu 3,40-dır, bu da 3,50-dir. Bunun arasında 3,41-dən 3,49-a qədər bütün onluq kəsirlər yerləşir. Bizdən isə 5-ini istəyir. Biz də buraya yaza bilərik. Məsələn, 3,41, 3,43, 3,44, məsələn, 3,45, neçəsi oldu? 1, 2, 3, 4. Bir dənə də yazaq 3,49. 5 dənə onluq kəsir. Burada da 1,25-dən 1,32. Bunu asanlıqla işləyə bilərik. 1,26, 1,28, 1,29, 1,3. Bu 1,3 ilə özü 1,30-dur. Sonra 1,31. 5 dənə belə yaza bilərik. 2,2, %12. Bu da 2,2-dir. 2,2-ni biz bilirik ki, bunları üzərində hər hansısa bir əməli icra eləmək üçün bərabərləşdirməliyik və təbii ki, istədiyimiz qədər 0 artıra bilərik. Artıq vergülün sağ tərəfi bərabərləşdi, hərəsində 2 rəqəm oldu və görürəm ki, 12-dən 20-yə qədər, məsələn, 2,13, 2,15, 2,17, 2,18, 1, 2, 3, 4 dənə, 2,19-da bura yaza bilərəm. Görək burada nə deyir? İfadələrə uyğun misallar yazın və həll edin. Deməli, burada bizə demir ki, onluq kəsirlə yaz və yaxud da adi kəsirlə. Biz ikisindən də yaza bilərik. Gəlin baxaq. 5,8-dən 2,3 çıxır. 5,8 çıxma işarəsi 2,3 bərabərdir nəyə? 5,8-dən 2,3 çıxanda alırıq neçə? 3,5. İndi bura baxırıq. 2,16 ilə 4,6-nı toplayın deyir. %16 ilə 16 isə çaşdırmasın. 2,16 topla 4,4. Gördüyünüz kimi uşaqlar 2,16 və 4,4-ü toplayan zaman burada 2 rəqəmdir, burada 1 rəqəm. Mən bunun altında belə yazacağım. 2,16-nı toplayanda bu 4-ün yanına 0 əlavə eləyəcəm və 6, 5, 2,16 ilə 4,6. Hə, düzdür. 4,6 deyir uşaqlar. Mən 4,4 yazmışam. Bura üzürlü sayın. 4,4 görmüşəm. 4,6. 6-nın da üstünə 1 gələndə 7 və vergülümü qoyuram 6. Deməli, 2,16 üstə gəl 4,6. O da bərabərdir nəyə? Burada hesabladıq 6,76-ya. İndi bu tərəfə fikir veririk. Burada bizdən nə istəyir? C variantında nə deyir? Deyir ki, 9,49. %49. 49'dur, hə. Çıx 6,2. Mən məsləhət görərdim ki, siz özünüzə arxayın olub birbaşa çıxmayın. Çünki birbaşa çıxan zaman
Mən fikir verirəm, əksər şagirdlər sürüşdürmə eləyir. Siz belə eləyin. Mən yazan kimi eləyin ki, baxın 10-da 2. Əslində bəzi uşaqlar 2-ni 9-dan çıxırlar. Amma burada 4-ün altına düşür və bura 0 əlavə eləyirəm. 9, 2, bu 9-dan da 6 çıxanda 3. Neçə olduq? 3 tam %29. 6 tam onda 1 deyib uşaqlar. 39'du bu. Üzürü sayın. Dün gecəni kesəyə yoxlamışam, ona görə də indi qarışdırmışam. 3 tam %39 aldıq. İndi burada əməlləri yerinə yetirin deyir. Yenə də bayaq dediyim kimi məsləhət bilərdim ki, siz bu əməlləri qaralamada işləyəsiniz. Daha sonra buraya yazasınız. Çünki altına 0 yazmadığımız zaman sürüşdürmə eləyə bilərik. Mən isə bunun üzərində yoxlayacağım vaxt itirmədən. 2 tamın üstünə 1 tam, 3 tam. 3'ün üstünə 6, 9, 3 tam onda 9. Burada çıxmadı, diqqətli oluruq. Üstü toplama 6 çıxma. 12 tam onda 4-dən 11 tam onda 2-ni çıxanda qalır neçə? 1 tam onda 2. 1 tam onda 2'nin üstünə 4 tam onda 5 olur. 5 tam onda 7. Burada çıxmadı. 2 tam onda 5 qalır. Bunları isə topladığımız zaman 7 tam onda 7. Bunları çıxan zaman 4 tam onda 0'lar, amma sadəcə o 4 tamda yaza bilərik. İndi keçdik məsələlərə. Ləman xala uşaqlar üçün tort kəsdi. Tortun 1/3 hissəsini uşaqlara vermək istəyirdi. Tort 6 hissəyə bölünübsə uşaqlara neçə dilim tort verəcək. Demək uşaqlar burada ədədin hissəsinin tapılmasıdır. Verilən ədəd 6'dır. Bizə nə deyir? Həmişə qayda nədir? Ədədi hissə göstərilən kəsrin məxrəcinə bölüb surətinə vurmaq. Bizdə də göstərilən ədəd budur. 6'nı 3'ə bölüb 1'ə vuracaq, alacaq neçə? 2. Deməli 2 dilim tort yeyibmiş uşaqlar, verilmiş Ləman xala. Burada Zərifə, Abil və Gülay eyni kitabı oxumağa başladılar. Abil 3'də 1, Zərifə 6'da 1, Güney 6'da 4 hissəsini oxudu. Hansı uşaq daha az oxudu? Deməli biz əvvəlcə bunları gördüyünüz kimi biri 3'də 1'dir Abil və biz bunun məxrəclərini bərabərləşdirməliyik ki, bu nə olsun? Müqayisə eləmək mümkün olsun. 3 tam onda 1'i mən məxrəcləri 6 olan kəsrə bərabərləmək üçün təbii ki 2'yə vurmalıyam. Və bu bərabər olur nə? 6'da 2'yə. Deməli, Abil 6'da 2 üstünə yazaq Abil. Zərifə 6'da 1, Zərifə. Sonra Gülay isə 6'da 4. Deməli, gördüyünüz kimi Abil 6'da 2'sini oxuyub, Zərifə 6'da 1'in, Gülay 6'da 4'ün. Burada ən az oxuyan kim olub? Zərifə. Zərifə yazırıq ki, bura ən az oxudu. İndi bura baxırıq, görək nə deyir. Aşağıdakı hansı kəsirlərin cəmi 1-dir? 7'də 1 ilə 7'də 3 toplayanda 7'də 4 eləyir. Bu olmaz. 8'də 3 ilə 8'də 5, 8'də 8 eləyir. O da bərabər olur 1'ə. Elə bu variantda, amma yenə davam edirik ki, 9'da 4'ü toplayanda olur 9'da 8. Bu da 1'ə bərabər olmur. Burada isə 10'da 9 olur. Bunların heç biri kəsrə surət və məxrəci eyni olan zaman biz nə edirik? Onu 1'ə bərabərlik. Burada isə bir dənə B variantı olur. İndi buna baxırıq. Qanuna uyğunluğu müəyyən edin və davam etdirin. Baxırıq, görək bu onluq kəsirlər arasında hansı əlaqə var? Əlaqə odur ki, bunlar 2 vahid artıblar. Biz də 0,7'den sonra 2 vahid artıracaq 0,9. Sonra 0,9'un üstünə 2 gələndə 1,1. Sonra onun da üzərinə yenə 2 gələcək. 1,3. Sonra da 1,5. 1, 2, 3, 4 dənə. Əslində 3 dənə artırmalıyıq. Burada 3 dənə idi. Biz də 4 dənə artırsız, 3 dənə də artıra bilərsiniz. Fərq etməz. İndi buna baxırıq. 23 tam %40, 33 tam %50, 53 tam %60. Baxıram qanuna uyğunluğa. Tam hissələrin hər biri 10 vahid artıb. Amma kəsir hissələrin ikisi 10 vahid, biri isə 20 vahid artıb. Deməli, mən də əvvəlcə neyəcəm? Hər ikisinə 10 vahid artıracağım. Olacaq 63 tam %70, sonra 73 tam %80. Və o birisini isə
Onluğunu 2 vahid artıracağım. Olacaq 93 tam %. Onluq hissəsin 10 vahid. 93 tam %90. İndi bu məsələmizə baxırıq. Evdən məktəbə qədər olan yol 0,3 kilometrdir. Məktəbdən kitabxanaya qədər olan yol isə 1,4 kilometrdir. Deməli, baxın, bu evdir. Evdən məktəbə qədər 0,3'dür. Evdən məktəbə qədər 0,3, bura məktəbdir. Məktəbdən də kitabxanaya nə qədərdir? 1,4. İndi bizdən nə istəyir? Bax, bu hissə yoxdur, düzdürmü? Bizdən nə istəyir? Bizdən evdən məktəbə qədər istəmir. Evdən kitabxanaya qədər. Yəni, buradan, baxın, buradan bura qədər olan məsafəni istəyir. Ona görə də mən nə edəcəm? 0,3 üstə gəl, 1,4, o da bərabərdir 1,7 kilometr. Cavabımız 1,7 kilometr oldu. İndi bu bir məsələyə baxırıq. Verilmiş rəqəmlərdən istifadə edərək məsələ qurun və həll edin. Burada bizim üçün onluq kəsrlər verib və biz də bu onluq kəsrlərə aid nə edəcəyik? Məsələ quracaq. Belə məsələ quraq. Müxtəlif cür məsələ qurmaq olar. Məsələn, bu sizin öz fantaziyavıza qalır, öz zövqünüzə qalır, istəyinizə qalır. Məsələn, mən belə bir məsələ qurardım ki, deməli, baxaq görək. Bu rəqəmlərdən istifadə edirik. Dükana birinci gün, bunu götürək də, 19,55 kg ərzaq gəldi. Burada əsas məqsəd sizin məsələ qurma bacarığınızın yoxlanılmasıdır. İkinci gün isə bundan, yəni bundan 2,3 kg çox ərzaq gəldi. Üçüncü gün isə gələn ərzaq 23,5 kg olarsa birinci və ikinci gün birlikdə gələn ərzaqdan nə qədər çox olar? Belə uzun bir məsələ yazdım. Deməli, dükana birinci gün bu qədər ərzaq gəlib, ikinci gün bundan bu qədər çox gəlib. Deməli, mən nə edirəm? Sonra mənə nə deyir? Üçüncü gün gələn ərzaq bu qədər olarsa, birinci və ikinci gün birlikdə gələn ərzaqdan nə qədər çox olar? Deməli, gələn ərzaq nə qədər çox olar? Deməli, birinci gün 19,55-dən də həllinə keçirəm. Hesablayıram. 19,55-in üzərinə gələcəm 2,3-ü. 5, 8, yazırıq bir yadda, bu da 2, 21,85. Yaxşı. Deməli, ikinci gün bu qədər çox ərzaq gəlib. Və sonra bizə sual verir ki, üçüncü gün gələn ərzaq bu qədərdir. Birinci və ikinci gün birlikdə gələn ərzaqdan nə qədər çox olar? Ərzaq nə qədər çox olar? Deməli, birinci gün 19, bu 3 misallı olacaq, uşaqsa da 2 misallı da eləyə bilərsiniz. Birinci gündən ikinci günün cəmini toplayıram. 5 üstünə 5, 10, 0 yazdım bir yadda. 8-in üstünə 5, 13, bir də yadda 14, 4 yazıram bir yadda. 10, 11, 1 yazıram bir yadda. 3, 4, 31,4 kiloqram ərzaq olur. Və məndə soruşur ki, bu 2 günün ərzağı 3-cü gündən nə qədər çoxdur? 3-cü gün isə 23,5 idi. Və mən burada 31,4-dən çıxacam. 23,5-i. Təbii ki, 4-dən 5 çıxa bilməyəcəm. Bir tamdan 10'luq götürəcəm. 14-dən 5 çıxacam. Olacam 9 tam. Bura 0 idi. Və mən burada 3'ü çıxa bilmirəm deyə bir 10'luq götürəcəm. Olacam 10. Ondan 3 çıxanda 7. Burada 2-dən 2 çıxanda 0. Deməli, sən demə 3-cü günün ərzağı bu qədər kiloqram azdır və yaxud da 2 gün birlikdə 7,9 kiloqram çoxdur.
Hələlik uşaqlar, sizə də kəsə gedə uğurlar.